Diabetli pasientlərin və ailəsində qalxana bənzər vəzi, yəni zob problemi olan, zob dərmanı içən pasientlərin ailələri yaxın əyləşə bilər. Sizi yeni məqalələrlə, araşdırmalarla tanış etmək istəyirəm. Belə ki, yəni diabet tip 1, uşaqlarda rast gəlinən diabet ailə üzvlərinin cəmi 15%-də olur. Yəni irsiyyətdə heç kimdə olmasa belə uşaqda üzə çıxa bilər. Bəs bunu necə öngörmək olar? Məqalə göstərir ki, 2-4 yaş arasında insulinə bənzər adacıq hüceyrələrinə qarşı antiteli yoxlasaq, yaxın 1-2 il ərzində uşaqda diabetin olub-olmayacağını təxmin etmək olar və əgər burada antitellər negativdirsə, o zaman 6-8 yaşında təkrar yoxlanmalıdır. Amma bu sadəcə narahat olan valideynlər üçündür və yaxud da ailədə bir diabet varsa, digərini də yoxlamaq üçündür. Bu kəskin diaqnoz deyil. Antitellər yüksək olmaya da bilər və bu onu göstərmir ki, uşaqda heç zaman diabet olmayacaq. Bu artıq bunu proqram şəklində, skrining testi şəklində inkişaf etmiş dünya ölkələrində proqram kimi təqdim olunub ki, bunu daxil etsinlər. Məqsəd nədir? Uşaqda əgər diabet olacaqsa, onu koma vəziyyətindən qorumaq. Yəni komaya düşmədən öncə ailə bilsin ki, bu uşaqda diabet riski var. Digər məqaləmiz zob xəstələri ilə əlaqədardır. Zob dərmanı, Eutirox içən, yəni qalxana bənzər vəzi problemi olan ailələrə aiddir. Məqalədə göstərilir ki, bu adətən biz də həmişə deyirik ki, ac qarına içməlidir dərmanı, səhər içdiyi Eutirox, Levotiroxin dərmanını. O zaman mənimsənilmə yaxşı olur. Lakin araşdırma göstərir ki, əgər dozanı 15% artırsaq və səhər yeməyi ilə eyni vaxtda yesə, o zaman da qandakı TSH dəyərinə təsir etməyəcək. Bunu həkim nəzarəti altında, ümumiyyətlə dediyim təcrübələrin hamısını həkiminizlə məsləhətləşib sonra edin. Bunu yoxlamaq da olar. Yəni səhər yeməyi ilə bərabər yeyib 6 həftə aralarla TSH-ı yoxlamaq olar ki, görək doza dəyişirmi, yoxsa dəyişilmirmi? Yəni bir daha qeyd edirəm, 15% dozanı artırmaqla səhər yeməyi ilə bu səbirsiz uşaqlara aiddir və yaxud körpə uşaqlara aiddir ki, dərhal yemək yemək istəyirlər. Dərmanı içib 30 dəqiqə, 1 saat gözləmək istəmirlər. Üçüncü məqaləmiz aiddir zəhərli zob müalicəsi alan pasientlərimizə. Onlar da bilirsiniz ki, uzun müddət dərman içirlər və dərman müalicəsi bitdikdən sonra 20-70% hallarda bu uşaqlarda deməli zəhərli zob yenidən proses geri dönə bilər. Lakin bu araşdırma göstərir ki, dərman dozasını kiçik dozalarda saxladıqca ən az, deyək ki, 4-də 1 tabletkada saxlamaqla 2-də 1 tabletkada saxlamaq müqayisə olunur və müddət uzun olduqca, deyək ki, 6 ay, 1 il ərzində ən kiçik dozada saxlamaqla prosesin geri dönmə riskinin qarşısını almış oluruq. Bu uşaqlarda geri dönmə faizi nisbətən daha, geri dönməmə faizi nisbətən daha yüksək olur. Yəni zəhərli zob az dozalarda müalicə saxlanıldıqda geri dönməmə ehtimalı daha yüksəkdir və başqa bir məqalə isə gərəksiz antitel, gərəksiz tiroid analizləri yoxlamaqdır. Bu antitellər anti-TG, anti-TPO analizlərdir ki, bəzən biz də rastlaşırıq. Uşaqlarda məsələn boy skrininq aparılır, boy müayinəsi aparılır, boy üçün analizlər verilir, orada antitellər də yoxlanılır. Bunlar gərəksiz xərc dəyərli valideynlər. Antitelləri heç Hashimoto'nun özünün izləmində belə ildə bir dəfədən tez yoxlamağa ehtiyac yoxdur. Bəzən heç ildə bir dəfə də ehtiyac yoxdur. Nə zaman yoxlanıla bilər? Vəzdə böyümə varsa və yaxud ailədə və yaxud uşağın özündə autoimmun xəstəlik riski varsa, o zaman bu geniş profil yoxlana bilər. Qalan digər hallarda yalnız sərbəst T4 TSH, bəzən isə sadəcə TSH analizi yetərli ola bilər.